qaydalarını pozdum. Və deyir, qaydalar sağ olsun. Özə açıq fəxrlə. Özə belə deyir, sağ olsun, məni tanıyırlar. Deyir, nə özəlliğim var? Deyir, sağ olsun, qaydalar məni tanıyır, məni buraxır. Və o geri zəkalı jurnalist də onu qəbul eləyir. Vaxtı ilə nazir işləmiş, millət vəkili olmuş adam fəxrlə deyir, o filan nazir var ha, onu mən vəzifə qoymuşam. Yaxşı, qabiliyyəti yoxsa necə qoymusan? Başlayır ki, o qabiliyyətsiz adamdır, nə bilim, pis ifadələr ifadə. Çörək yaxşılıq edir. Çörək belə, sayır, ağır mən daha demək istəmirəm, haramı olsun, açıq şəkildə ifadə edir. Və jurnalist buna sual vermir ki, siz kimsiniz ki, bilik və qabiliyyəti olmayan o düşüncəyə, o imtihan qaydalarına cavab verməyə insana vəzifə təyin etmişsiniz. Deməli, sən korrupsionersən. Deməli, nə olub? Zəng eləyib ona, həmin nazirə, imkanı ona cavab verməyib. Bunu gündəmə niyə gətirsən? Bu oldu pis adam. Yox, pis adam. Deyir, mən zəng elədim, telefonuma cavab vermədi. Amma niyə zəng eləyib? Oğlunu işə düzəltmək üçün. Düzdür. Çox. Oğlunu, qızını. Çox dəqiq. Sən nə işin var ondan? Nə işin var ondan? Yəni burada çox vaxt görürsən, o adamları tənqid edirlər ki, onlar məsələn işini aşırmaq istədiyi adam ya onu qəbul eləməyəndə, ya onu məsələn sonra ləkələməyə doğru gedir. Ləkələyir, onu ləkələyir gündəmə. Mən onu təyin etdim, mən onu elədim. Görsən qəzetdə ona təhqir filan, tənqid yazır. Arxasını axtaranda görsən ki, hə, bunu gəlib o qəbul eləməyibdir. Yox, sonra deyir. Deyir, mənim oğlum işsizdir. Oğlumu xahiş elədim, sözümə baxmadı. Sözümə baxmadı. Çox qəribədir. Və bu oldu pis adam. Bəs başqasını nədən düşünmürsən? Deməli, ümumiyyətlə insanların mən ona görə nədən psixologiyası dəyişməlidir. Nə eləyəcək? Kimin bilik qabiliyyət? Sən biləndə ki, nazir işə adam almayacaq. Sən biləndə ki, millət vəkilinin təsir etmə gücü olmayacaq. Dünyada bir dənə qayda olacaqdır. Azərbaycanda inşallah. Bilik qabiliyyəti olan adam iş sahibi olacaqdır. Akibən, bitti, mən ona görə dedim. Korrupsiya o özünə qalxacaq. Sən zaten bilik qabiliyyəti, savadsız bir insanı işə ala bilməyəcəksən. Bəlli ölçülər olacaq. Məsələn, Amerika universitetlərini götürelim. Amerika universitetində bəllidir, profesör, doçent olmaq üçün, kafedra müdürü olmaq üçün bəlli şərtlər var. Elmi əsərlərin olması gərəkir, dünyada konferanslarda yayınlanman gərəkir. Yəni, bəlli ölçülər var, ölçülər, meyarlar var. O meyarı yerinə yetirməyən heç bir şey ola bilmir. Artıq xahiş bitir. İndi bizdə dövlət qulluğuna qəbulda da üzr istəyirəm. O cür testlərlə, elə bil ki, gənclər imtahan verir, elə bil ki, müəyyən bal yığmalıdır ki, sonra o dövlət qulluğuna müsabiqədən keçsin və o qəbul olunsun. Bu çox yaxşıdır. Yəni, onun deməli müəyyən minimum bilik səviyyəsi olmalıdır. Ona gəldik artıq. Olmalıdır. Biz ona gəlirik. Əsas yerlərdə qoyulan... Artıq xahiş aradan avtomatik qalxır. Yerlərdə qoyulan kadrlardan da çox şey asılıdır. Mən bir çox şeylərin şahidi olmuşam. Yəni, yuxarıdan gələn o göstərişlər, tədbirlər çox vaxtı aşağıda olduğu kimi, çox vaxt deyəndə bəzi yerlərdə olduğu kimi həyata keçirilmir. Yəni, öz səviyyələrinə uyğun onu həll edirlər. Bayaqdan sizin filmlərdən danışırıq. Qulpun da bir balaca filmi var. Ona baxaq, sonra söhbətimizi davam etdirərik. Biz korrupsiya yox deməsək, bir millət kimi özümüz yox ola bilərik. Ona görə də bu negativ hala qarşı qəti addımlar atmalıyıq. Bugün mən bir neçə nəfəri işdən qovacam. Nuriyev, Babayev, nə oyunlarda Təhməzova, Fətih kişini tez tapın, gətirin bura. Fətih kişi, təşkilatın həyətində dayanan maşınların şüşələrini silirsən, təkərlərini qaraldırsan. Düzdür? Buna görə sən maşın sahiblərindən pul da alırsan. Elədir? O adi pul deyil. O rüşvətdir Fətih kişi. Bilmirsən ki, bu əməlinlə ölkəmizin inkişafına əngəl törədirsən. Mən vəzifəsindən sui-istifadə edən, əli rüşvətə, korrupsiyaya bulaşmış Fətih kişini işdən azad edirəm. Qoy bu hamınıza görk olsun. Kulağınızı açın eşidin. Rüşvətxorluq və korrupsiya milləti uçuruma aparır. Fətih kişi, təşkilatın həyətində dayanan maşınların şüşələrini silirsən, təkərlərini qaraldırsan. Düzdür? Buna görə sən maşın sahiblərindən pul da alırsan. Elədir? O adi pul deyil. O rüşvətdir Fətih kişi. Mən vəzifəsindən sui-istifadə edən, əli rüşvətə, korrupsiyaya bulaşmış Fətih kişini işdən azad edirəm. Qoy bu hamınıza görk olsun. Kulağınızı açın eşidin. Rüşvətxorluq və korrupsiya milleti uçuruma aparır.
Bank'tan Mart'ın 1'inden 8'ine dek Alkart ve nakd kredit götüren her 5. hanıma Mobitel zamanetli Qəşşəng Nokia 7100